Abbasovun iki fərqli baş məşqçinin iki fərqli yerli futbolçu barədə dedikləri çox oxşardır. Və buradan istər-istəməz bir fikir formalaşır ki, Azərbaycan futbolçuları, xüsusən gənc futbolçuların psixoloji olaraq, mental olaraq məhz çatışmazlıqları bəs bunlardır. Həm özlərində çalışmaq baxımından, motivasiya baxımından, digər tərəfdən də tez sanki ulduzluq xəstəliyə qapanandan sonra da yenidən eyni motivasiya ilə, eyni istəklə öz işinə yanaşmırlar. Çox qəribədir, çox üzücü məqamdır. İldən ilə, nəsildən nəsilə futbolçu nəsillərinə söhbət gedir. Eyni fikirlər təkrarlanır, eyni sözlər təkrarlanır, məşqçilər tərəfindən, mütəxəssislər tərəfindən və s. Həmin o gənc futbolçular özləri digər nümunələri görürlər. Adam düşünür ki, dərs çıxarmalıdırlar, nəticə çıxarmalıdırlar, başqa cür olmalıdırlar. Amma yekun deyil hələ ki, ən azından Nəriman və Murad kontekstində. Amma eyni problemlərlə rastlaşırlar yenə də. Qurban Qurbanov əslində çox sakit tonda, mülayim şəkildə, amma çox sərt fikirlər səsləndirdi Nəriman Axundzadə haqqında. Yəni, futbolu sevmək məncə çox geniş anlayışdır. Yəni, futbolu sevginin azalması çox geniş anlayışdır. Demək ki, məşqlərə yanaşma başqa səviyyədə olub, oyunlara yanaşma başqa səviyyədədir və bu ciddi narazılıqdır. Xüsusilə bunu Qurban Qurbanov dilə gətirirsə. Qurban Qurbanov biz bilirik ki, futbolçuların adlarını çəkməyi sevmir mətbuat konferanslarında, fikirlərində və kimin sözlərində xüsusi dayanmağı da sevmir. Əgər bunu edirsə, demək ki, o da buna ehtiyac duyur artıq. Bu şəkildə Nəriman Axundzadə öz fikirlərini çatdırmaq istəyir. Bəlkə birə-bir söhbətlərdə, danışıqlarda artıq istəyinin nail ola bilmir. İctimaiyyət qarşısında deyəndə bəlkə bu Nərimana daha çox təsir edər deyə düşünürüm. Ki biz bilirik ki, məşqçilər özləri bizim qonağımız olanda müsahibələrdə və s. qeyd edirlər, mətbuat konferanslarında deyilən bir çox sözlərin xüsusi mənası olur. Yəni təkcə suala cavab vermək üçün bunu deyil. Bəli, birbaşa mesaj ötürürlər futbolçulara. Yəni bu əslində çox pis bir tendensiyadır. Murad Məmmədov da başa düşdüyümüz qədərilə hər halda Samir Abbasovun sözlərindən biraz başqa bir problemdir. Mən elə başa düşürəm ki, özünə qarşı tələbləri artıq çox yüksəldi Murad Məmmədov. Çünki gözləntilər dərhal böyüdü, çox tez önə çıxdı, parladı və dərhal azarkeşlər, mütəxəssislər onun haqqında danışmağa başladılar. Hər oyunda ondan parlaq performans gözləməyə başladılar. O da bir-iki oyunda alınmadı. Dərhal özgüvən azaldı. Axı insanlar məndən gözləyirlər, niyə məndə alınmır və s. və bu birbaşa görür ki, onun çıxışlarına təsir göstərir. Ümid edək ki, Murad Məmmədov bu vəziyyətdən çıxa biləcək. Öz istedadı, öz bacarığı sayəsində və eyni zamanda məşqçilərin köməyi sayəsində, ümumiyyətlə klubda olan hər kəsin köməyi sayəsində. Çünki Murad Məmmədov kimi futbolçular, Nəriman Axundzadə kimi futbolçular bizə lazımdır ilk növbədə. Onlar özləri öz karyeralarını qurmalıdırlar, özləri bunda maraqlı olmalıdırlar ilk növbədə. Amma ikinci növbədə bizim hamımıza lazımdır. Yəni Azərbaycan futbolunu sevən hər kəsə lazımdır. Nəriman Axundzadədə isə vəziyyət daha çətindir və biz bir neçə belə nümunənin misalın şahidi olmuşuq. Qarabağda Qurban Qurbanovun çox güvəndi, çox etimad göstərdiyi, tənqidlər, təzyiqlər altında belə etimad göstərdi, davamlı olaraq meydana buraxdığı gənc futbolçular, bəziləri o etimadı sona qədər doğruldublar, misal üçün Mahir Emireli, bəziləri isə artıq bir həddən sonra artıq Qurban Qurbanov da onlara etibar göstərməyib və sonraki karyeralara istədikləri kimi alınmayıb. Elədir. Və yaxud da ki, yalnız bir klubda, ya da ki, sırf Qurban Qurbanov amilinə görə o klubda sona qədər yaxşı formanı göstərib, amma Qarabağdan gedəndən sonra biz həmin o futbolçuları heç vaxt bir də o səviyyədə görmədik. Bəli, yəni bu reallığı başa düşməlidir. Evet, ən yaxşı nümunə buna Ramil Şeydayev, indi Neftçidədir, amma yenə də heç bir fərqi yoxdur. Ona görə də